Aşağıda iyun ayı üzrə bütün bürclərin maddi vəziyyəti haqqında ümumi təhlil və qısa maddi məsləhət təqdim olunur. Bu proqnoz ay boyunca pul axını, qazanc fürsətləri, risklər və qənaət mövzularını əhatə edir. Qoç, bu ay iş həyatında yeni fürsətlər görünür. Gözlənilməz gəlir mənbələri ortaya çıxa bilər, lakin xərclər də arta bilər. Məsləhət, pul gəldiyi qədər tez də gedə bilər. Qənaəti unutmayın. Maddi sabitlik diqqət çəkir. Daha əvvəl gördüyünüz işlərin qarşılığını ala bilərsiniz. Mülk və torpaqla bağlı qazanc ehtimalı yüksəkdir. Məsləhət qazı uzun müddətli yatırımlarla gücləndirin. Əkizlər, ayın ortalarına qədər bəzi maliyyə çətinlikləri yaşana bilər. Ayın sonuna doğru əlavə gəlir fürsətləri açılır. Lazımsız xərcləri nəzarətdə saxlayın, riskli borclardan çəkinin. Sərçəng, bu ay planlı hərəkət etsəniz, gözəl maddi nəticələr əldə edə bilərsiniz. Köhnə borcların qapanması ehtimalı var. Məsləhət, pul gələndə qənaət edin. Gələcək aylar üçün ehtiyat yaradın. Yeni layihələr və tərəfdaşlıqlar maddi baxımdan müsbət nəticə verə bilər. Lakin tez qərar vermək zərər gətirə bilər. Məsləhət tefləri yaxşı araşdırın, emosional xərclərdən uzaq durun. Gəlir və xərclər balansda olacaq. Bəzi gecikmiş ödənişlər sizi narahat edə bilər. Yeni iş imkanları diqqətə layiqdir. Əlinizdəki ilə kifayətlənməyi bilin, ehtiyat büdcə planı hazırlayın. Tərəzi, maddi baxımdan stabillik gözlənilir. Əgər sənət, moda və gözəllik sahəsində işləyirsinizsə, qazanc artacaq. Məsləhət, gəlirinizi şəxsi inkişaf və bilik sahəsinə yönəltməyə çalışın. Gizli qazanc yolları və ya gözlənilməz gəlir formaları, miras, bonus, lotereya mümkündür. Amma riskli maliyyə qərarlarından çəkinmək vacibdir. Məsləhət, gələn pulu saxlayın, yoxsa ani xərclərlə əlinizdən çıxar. Oxatan, səyahət və təlimlərə xərclər çıxa bilər. Əlavə gəlir üçün imkanlar olsa da, diqqətli olmasanız pul sürətlə tükənə bilər. Hər şeyə xərcləməyin. Prioritetlərinizi bilin. Bu ay iş və məsuliyyətləriniz artacaq. Bu da əlavə gəlir imkanları yarada bilər. Maliyyə baxımından güclü dövrdəsiniz. Məsləhət, qazancınızı ağıllı investisiyalarla dəyərləndirin. Dolça, yaradıcılıq və texnologiya sahəsində çalışan, dolçalar üçün gəlirli ay ola bilər. Lakin ani alış-verişlər büdcəni poza bilər. Maliyyə qərarlarını hisslərlə deyil, məntiqlə verin. Balıqlar, yolda olan pulun gecikməsi mümkündür. Maliyyə ilə bağlı emosional qərarlar sizi çətin vəziyyətə sala bilər. Məsləhət, gəlirinizi diqqətlə yönəldin. Kiməsə borc verməyin.